Məhbub xanım, keçən dəfə siz bizə bir maraqlı bir şey göstərdiniz. Sizə gələn pasientlərlə bağlı idi. Bu belləri təmiz səpki idi. Bəli, bəli. Psalyoz xəstəsi idi. Bruselyoz? Yox, psalyoz. Psalyoz. Psalyoz xəstəsi. Səpki idi və onu göstərdiniz ki, neçə dəfə 20 gündən sonra. 20 gündən 20 seansdan sonra. Demək bəli. olar ki, bədəndə heç nə Tərtəmiz, qalmamış bəli. idi. Qan təmizləmə gedibdi orada. Qan Yəni- təmizləməni eləmisiniz, qana müdaxilə eləmədən qan təmizləyirsiniz. Nəfəslə? Deməli, o uşaqdır. Atası mənə dedi ki, biz uşağın bütün qanını dəyişmişik. Hətta elə. Oğlan 17 yaşı var. Bütün qanını dəyişiblər. Yenə də bu psalyoz bu uşaqdan əl çəkmir, çəkmir. Atası deyir ki, yəni uşağın öz çəkisi qədər mən ona dərman yetişdirmişəm. Oy. Ən sonda mən onun qanını dəyişmişəm. Yenə də xeyri yoxdur. Siz təsəvvür edin ki, deməli 3-cü seansda nəfəs işləyir. Sırf ondan nəfəs işləmişik. 3-cü seansda bütün o psalyozun necə solduğunu 3-cü seansda, yəni onun şəklində çəkmişdim mən. 3-cü seansda İcazə versəz şəkli göstərərik. göstərə bilərsiniz əlbəttə ki. Baxarlar. 3-cü seansda solmuşdu. Gələndə bədənin rəngi qıpqırmızı idi. Elə bir ki, vişnə rəngində idi. Yox, şəkildə görsənir, fakt görsənirdi. Fakt bu adamın bədənin rəngi qırmızı idi. 3-cü seansda görürsüz necə solğundur. 20-ci dərsdə tərtəmizdir. Bədən düzəlmişdi. Çox Tərtəmizdir. qəribədir. Yəni ki, istərsən valideyn də şokdadır ki, yəni bu dərman istifadə eləmədən, heç nə istifadə eləmədən burada necə proses getdi, təmizləmə prosesi getdi. Sırf oksigen, eynən sizin işlədiyiniz nəfəsləri mən o uşaqla da işləmişəm. Bədən təmizlənir, qan təmizlənir və bədəndə qan təmizləndikcə nə olur? Bədəndə olan bütün xəstəliklər gedir. Əsas burada məqsəd nədir? Diafraqmanı işlətmək. Diafraqman düzgün şəkildə işləyəndə qanda təmizləmə prosesi gedir. Və nə qədər xəstəlik, fərqi yoxdur, nə olur olsun. Bütün xəstəliklər bir-bir bədəndən təmizliyə gedir. Sağalma prosesi gedir.